Deməli, xırda mövzudur, amma diqqət tələb eləyir. Bunun mövzusunu keçəcəm, amma dərs hissəsini zamanları feili bitirəndən sonra elətdirəcəm sizə. Çünki müəyyən məqamlar var ki, siz onları ola bilər ki, seçməkdə çətinlik çəkərsiniz. Sadəcə qısa xarakteristik məlumatlarını deyim sizə. O şəkildə yadınızda saxlayın. Deməli, sizə bütöv bir cümlə veriləcək və həmin cümləyə sizin fikir bildirməyiniz, yəni münasibət bildirməyiniz tələb olunacaq həmin o testlərdə. Belə ki, söhbət nədən gedəcək? Bir dəqiqə üzr istəyirəm. Deməli, situasiya nədən ibarət olacaq? Qısa və lakonik şəkildə konkret deyim, yadınızda saxlayın. Deməli, tutalım ki, sizə hər hansısa bir təsdiq şəkildə bir cümlə təqdim olunub. Məsələn, cümləni inkara çevirən sözlər falan onlar haqqında məlumat verəcəm sizə. Əsas struktur nədir? Sizə təqdim olunmuş cümlə hansı növə aiddir? Yəni təsdiq versiyadadır, yoxsa inkar versiyadadır? Bunu seçməlisiniz. Sonra sizə vacib olan nüanslardan əsas hissə nədir? Həmişə cümlədə inkar olması üçün not, no bunları axtarmayın. Cümlənin özünün bir də görürsünüz ki, tərkibində not gəlir, amma mənası inkar deyil, təsdiqdir. Bağlayıcıları, sonra cümlə növlərini keçəndə tam sizə aydın olacaq bunlar, nə demək istəyirəm. Məsələn, not only but also ifadəsi var. Tərkibində notu eşitdim, düzdür? Amma cümləni oxuyanda başa düşürsən ki, burada məsələ müsbət nədənsə gedir. Məsələn, tutalım ki, deyir ki, tədbirdə nəinki uşaqlar, hətta müəllimlər də iştirak eləyirdi. Not only but also orada da gələ bilər. Mən indi bu cümləni götürüb inkar cümlə kimi qəbul eləməyəcəm ki. Aydın məsələdir ki, mənası müsbətə gəlir. Some any-ni keçəndə əvəzliyin o hissəsini keçmişəm sizdən, yoxsa yox hələ? Some any. Qeyri-müəyyən əvəzlikləri. Məsələn, orada da belə bir situasiya yaranırdı ki, tutalım ki, məsələn, cümləyə baxırsan, will, would, can, could, bunlarla cümlə başlamır. Amma cümləni oxuyanda baxırsan ki, orada bir təklif hissi olmuş. Yəni, həmişə cümlənin sırf qrammatik hissəsinə baxmayın. Cümlənin mənasına baxın, görün, sizə nə demək istəyir. Onu da vəziyyətdən çıxmaq üçün təyin eləməkdən ötürü sizə xüsusi bir IQ səviyyəsi lazım deyil. Bu prosesi yaxşı keçməkdən ötürü, bilməkdən ötürü mənə vacibdir ki, mən gözüm testlərə alışsın. Çox test işləməkdən qaçmayın. Çox test işləməkdə nə edirəm? Fərqli sual tiplərini görün. Diqqət edirsinizsə, vəsait həddindən artıq çoxdur bizdə. Hər tipli sınağa da baxırıq, müxtəlif müəlliflərin testlərinə də baxırıq. Maksimum istifadə edirik ki, gözümüz alışsın. So do I, necə do I, bunların seçimi üçün də sizə xüsusi bir taktika ehtiyac deyil. Sadəcə oxuduğunuz cümləyə maksimum diqqətli olmalısınız. Yəni görün cümlənin məğzi sizə təsdiq mi gətirir, inkar mı gətirir? O bayaq dediyim nüans kimi. Məsələn, not only but also. Hə cümlədə notu gördüm, gedib inkar deyə qəbul eləməyəcəm bunu. Cümlənin məğzində nə gəlirsə, ona diqqət eləyəcəm. Nəinki hətta. Deməli, artıq nəyə gəldi bu? Müsbət cümlə versiyasına, yəni təsdiq cümlə formasına gəlir. İndi nəyə diqqət edirsiniz? Cümlənin strukturu təsdiqdədirsə, yəni kimsə nəyisə inkar eləmirsə, kimsə nəyisə burada öhdəliyindən kənara çıxartmırsa, bu artıq nə olacaq? Təsdiqlik. Yəni təsdiq cümlə gəlirsə, söhbət başlayacaq nə ilə? So ilə. So'dan sonra siz köməkçi və modal feilin təyinatını verməlisiniz.
Köməkçi feilləri, biz feilləri keçəndə tam orada yerinə oturacaq söhbət nədən gedir. Modal feilləri keçəndə də tam biləcəksiniz söhbət nədən gedir. Sadəcə olaraq mövzunu mən ona görə indi irəli atmışam ki, deməli sınağa gedəcəksiniz və sınağa gedəndə salam. Tekrar. Bu da Sınağa yani. gedəndə mikrofonu bağlayın. Mikrofon. Aha. Deməli, sınağa gedəndə orada sizə qarışıq mövzular verəcəklər. Bir də görürsünüz ki, proqramdan iki mövzu adlayır o tərəfə keçir və yaxud da nəsə proses düz getmir. Yəni strukturu bir dənə bilin ki, söhbət nədən gedəcək. İndi ipuclarını göstərəcəm, nələrə görə hərəkət edirsiniz. Məsələn, lap tutalım ki, siz köməkçi feili, modal feili tanımırsınız. Allah şükür, mübtəda, xəbər, tamamlıq. Bu iki ardıcıllığı bilirəm. Bir də ki, cümlənin mübtədasını da tanıyıram da mən, düzdür? Yəni bundan ötürü mən cümləni gətirib başqa versiya çıxartmağın adı yoxdur. Deməli, so ilə gələn qısa konkret cavabın adı olacaq. Həmçinin, da, də bu şəkildə olacaq. Sonra burada neyzə var. Neyzə nə işə yarayacaq? Neyzə ondan ötürü istifadə eləyəcək ki, verilmiş cümlə inkarda olsun. Ya tərkibində not olsun, ya da ki konkret olaraq cümləni inkara çevirən digər sözlərdən olsun. Məsələn, hardly, scarcely, really. Bunlar hamısı cümləni inkara çevirir. Məsələn, tutalım ki, biri var, deyirəm ki, mən hava yaxşı idi. Qarşıdan gələn nəqliyyat vasitələrini aydın görə bilirəm. Bir də var, məsələn, cümlə yazıb, orada deyir ki, hava dumanlı olduğuna görə mən çətinlik çəkirdim qarşıdan gələn avtomobilləri görməyə. Düzdürmü? Artıq burada nə olacaq? İnkar strukturu var. Hardly sözü var. Hardly çətinliklə deməkdir, çətin ki deməkdir. Yəni burada artıq müəyyən bir proses var, ondan danışır. Burada da eyni struktura gələcək. Köməkçi feil və ya modal feil. İndi bu köməkçi feil və ya modal feil hissəsi nədir? Ora gələcəm sizlə. Və yadınızda saxlayın. İstənilən sadə cümlədə bir sadə cümlənin tərkibində eyni anda iki inkar olmaz. Bir daha təkrar edirəm. Sadə cümlə strukturunda, yəni bir mübtəda, bir xəbər, bir tamamlıq, bir mübtədası, bir xəbəri olan sadə cümlədə eyni anda iki inkar söz və ya iki inkarlıq bildirən ifadə istifadə edilə bilməz. İndi bunları test izahları şəklində deyəcəm, baxacağıq, fikir verəcəyik. Okay. Bura qədər problem yoxdur. Yok. İndi testlər üzərindən deyəcəm. Bu bizim birinci etapımız idi, birinci hissə idi ki, söhbət nədən gedəcək. İndi keçək digər hissəyə. Deməli, ikinci hissədəki feili asan tapmaq üçün nələrə diqqət eləyəcək? Bir daha deyirəm, sınağa gedəndə hansısa sualı bilmirəm, yaza bilmədim probleminin qarşısını almaq üçün mən sizə izah edirəm bu hissəni. İndi müəyyən qeydlər olacaq ki, deyəcəm, hə, bax məsələn bu inkarlıq versiyasında öz versiyasını dəyişdi. Deməli, be feili cümlədə be feili varsa, yəni to be, am, is, are, was, were, shall, will. Məsələn, bəzən shall be, will be də göstərirlər. Sadəcə burada shall, will deyə qısa konkret göstərilib. İkinci hissədə də be feili olmalıdır. Məsələn, sizə burada am, is, are, was, were, shall, will bunlardan biri verilib. Siz gedib cavabda do, does, did, have, has götürürsünüzsə, bu artıq səhvdir. To be ilə verilibsə əsas cümlə, deməli, qısa cavab da ona uyğun şəkildə gedəcək. Baxın, zəhmət olmasa. Deməli, nəyə diqqət edirsiniz? Baku is. Is var. Cümləyə baxıram. İnkarlıq var nəsə? Yoxdur. Cümlə təsdiqlər, düzdürmü? Və yeri gəlmişkən bir şey də qeyd edeyim sizə. Təsdiq strukturlu cümlələrdə to ilə də cavab verirlər, so ilə də cavab verilir. İndi to ilə haçan cavab veriləcək, haçan bir-birinə paralel ekvivalent olacaq, onu deyəcəm sizə.
Deməli, Baku is a beautiful city, düzdür? Bakı gözəl şəhərdir. Burada problem yoxdur. Nə isə inkar eləmirəm, nə isə qadağan eləmirəm. Hər hansısa bir neqativlik yoxdur burada, düzdürmü? İndi cümlə təsdiq strukturdadır. Problem yoxdur. Deməli, seçim eləyəcəm cavab olaraq nə ilə? Cümlə başlayacaq so ilə. So ilə cümlə başladı. Sonra keçirəm feili axtarmağa. Feil nə formatdadır? To be ilə ifadə olunub, düzdür? Deməli, to be-dən istifadə edib cavab verəcəm. Amma bir nüans var. Tutalım ki, siz burada bir yox, bir neçə şəhərin adını çəkmək istəyirsiniz. Bu zaman sizin istifadə elədiyiniz şəhərlər cəmdə olduğuna görə so are-la gələcək ikinci hissə. Burada is gəlibdir ya, bura məcbur is gəlməli deyil. Konkret olaraq belə deyim. Məsələn, ola bilər ki, burada sizə birinci şəxsin təkinə görə cavab verər, cümləni verər, üzr istəyirəm. Amma siz cavabı verəndə özünüzə görə cavab vermək istəyirsiniz. Və yaxud da üçüncü şəxsin təkinə görə cavab vermək istəyirsiniz. Məsələn, tutalım ki, mən deyirəm ki, mənim bacım ali təhsillidir, düzdür? Kimsə də oradan özü səsləndirmək istəyir ki, mən də ali təhsilliyəm. Artıq o, mən cümləni istifadə eləyəndə bacım üçüncü şəxsin təkində idi. Mən cümləni bu strukturda təqdim edəcəm. Lakin qarşı tərəf təsdiq versiyada elə mən də həmçinin demək istəyirsə, şərt o deyil ki, o elə to be-nin is formasına mənə cavab verəcək. O, özü birinci şəxsin tək olduğuna görə so am I deyəcək. Yəni, yuxarıda gördüyünüzü copy-paste eləməyin aşağı. Sözümün canı odur. Yəni, görün, hansı şəxsə görə cümlə quruluşundan istifadə eləyəcəksinizsə cavab verərkən, həmin şəxsə görə formalaşmış feili uyğunlaşdırın. Yəni, mübtəda xəbər uzlaşmasını təyin eləyin orada. Məsələn, burada birinci dəfə idi, ona görə sizə deməli, Baku is a beautiful city vermişdi deyə növbəti tərəfdə də İstanbul da həmçinin demək istədiyi üçün iz yerində qalır. Niyə? Çünki Baku da üçüncü şəxsin təkidir itdi, İstanbul da üçüncü şəxsin təki itdi. Yəni burada hər hansısa bir fərqlilik, məsələn, cəm şəkildə olsaydı artıq burada are-la ifadə eləyəcəkdim. Sonra ola bilər ki, cümlənin mübtəda xəbər verərəm, bir dənə sonuna to yazaram. İstanbul da həmçinin. Yenə eyni tərcümədir. Görürsünüz, burada equal var, yəni bərabərlik işarəsi var. Bu o deməkdir ki, sağdakı cümlə ilə soldakı cümlə bir-birinə paraleldir. Yəni eyni səviyyəlidirlər. Baxaq. Bəzən abituriyentlər burada çətinlik çəkir. Will not. Bax. Yazıram bura. Eksklüziv xəttimlə yazıram, görək necə olmuş. Mən burada yaza bilmədim də bu. O deyə bu. Qoyacağım. Bu olacaq want. Baxdınız. Shall not da olacaq shan't. Yəni want, shan't görəndə demin ki, bu hardaydı, hardan çıxdı bunlar. Bunlar will not-un qısaldılmış versiyasıdır. Want, shall not-un qısaldılmış versiyası shan't. İndi baxaq. Jill won't be late. Cümlədə inkar var. İnkarlıq. Və inkarlıq olduğuna görə avtomatik cavabı neysə ilə verəcəm. Yəni neysə. Want nəyin qısaldılmışıdır? Will'in, düzdürmü? Da bir dəfə burada not əvəzinə neysə ilə cavab gəldi da. Deməli, not hissəciyini atıram. Bu will not, will var tərkibində. Gətirirəm, will ilə cavab verəm. Will her friends. Sonra, my scissors aren't sharp. Not var burada. Bu not olduğuna görə avtomatik mənə beynimdə siqnal yanacaq ki, cavabı neysə ilə verim. Yenə, söhbət deyir ki, mənim qayçım iti deyil. Qayçı sözü həmişə cəmdə olduğuna görə və iki tərəfli hissələrə ayrıla bilməyən isim olduğuna görə biz isimdən bunları əzbərləmişik. Diqqət eləyirsiniz, bütün mövzunun hamısı mübtəda xəbərin üstündə qurulub. Yəni ismi, sifəti, bir də feili.
Yaxşı bilməyən abituriyent ümumiyyətlə ingilis dilində test işləyə bilməz, mümkün deyil. Bu üç əsas kök mövzu var. Əvəzliyin özü də ismin üstündə gedir. Yəni bütün təməl mövzuları siz mənimsəməlisiniz ki, söhbət nəyə görə, hansı hissədən belə deyək, başlanğıcı götürüb sona gəlib çıxırsınız. Onlara diqqət eləməlisiniz. Yoxsa ki, məsələn, diqqətsizlik eləsəz isimdə, məsələn, sayıla bilməyən isimləri, həmişə cəmdə olan isimləri siz bir dəfəlik əzbərləməsəz, sonradan özünüzə əziyyət verəcəksiniz. Tak, deməli neyzə, aren't, bu not sanki neyzəni əvəz elədi. Yerdə qalır nə? Are hers. Buradakı are da niyə aktuallığını saxlayır? Bir daha deyirəm. Buradakı sizə sözü, qayçı sözü cəmdədir. Bu cəmdə olduğuna görə avtomatik bura gələcək. Sonra keçsək modal feillərə. Modal feillərdə problem yoxdur. O vaxta kimi problem yoxdur ki, have to-ya qədər gələsiz. Have to problemli değil. Sadece olarak have to tərəflərə ayrılmır. Bunun sualını, inkarını do, does quracaq. Have to'nun has to versiyası da var. Has to olanda sualı verəcəksiniz does'la. Have to olanda olacaq do ilə. Tak, deməli nəyə baxırıq? Mike can play the guitar. Can var. Cümlə strukturu təsdiqdədir, ona görə so. Can his brother? Bu şəkildə olacaq. Və düzələr nəyə baxırsınız? Had to. Had to burada yenə modal feildir. Deməli, modal feil had to nə tərəflərə ayrılmır, nə özü-özünə sual verə bilmir, nə də özünü inkar eləyə bilmir. Deməli, köməyə kənardan köməkçi feil gələcək. Köməkçi feillərimizdə indiki zaman üçün do, does, keçmiş zaman üçün did nəzərdə tutulur. Burada had to var. Had to özü o deməkdir ki, keçmiş zamandır. Çox gözəl. Cümlənin strukturu təsdiqdir so, keçmiş zamanda did və keçmiş zamanda köməkçi feil bütün şəxslər üçün did olaraq qalır. Məsələn, burada siz I da yazsaz, he, she, it də yazsaz, yenə did olaraq qalacaq. Keçmiş zamanla gələcək zaman problemi yoxdur. Biraz indiki zamanda fərqli məqamlar var. İndi onlara da vaxt keçdikcə baxacağıq. Baxın. We have to take a taxi. Əslində bu take a taxi birlikdə bir ifadədir. Sizə sadəcə göstərmək üçün bunu biraz uzatdım. Burada have to-dur. Have to-ya sual versəm do-dan istifadə edəcəm. Düzdür? Amma burada gələn görək mübtəda kimdir? Simon. Simon səhv eləmirəmsə kişi adıdır. Məsələn, he ilə əvəz eləyək. Simon tutalım ki, kişi adıdır, düzdür? Bu üçüncü şəxsin təkidir. Bu cümləyə sual versəm, do ilə sual verərdim. Çünki have to. Do ilə sual qurur. Amma mənim cavab verdiyim şəxs üçüncü şəxsin təkidir. Ona görə cümlə strukturu nəzərə alsam so, sonra da does. Yaxşı, bundan istifadə edəcəyik. Başqa nəyə baxırsınız? Couldn't, not. Bu notu necə gəldi yerinə aldı. Not getdi. Yerdə nə qaldı? Could. Could. Mike'a görə cümlə qurmuşdum. Cavabı da verirəm Mark'a görə. Keçmiş zaman feil versiyalarında artıq sizdə orada hər hansısa bir belə deyək, müxtəlif bir dəyişikliyə ehtiyac yoxdur. Sonra need feili, needn't. Bu modal feildir təbii ki. Bunun əsas feil olduğu versiyada. İndi modal feillər keçəndə deyəcəm sizə. Need modal feil olanda inkarını özü qura bilir. Deməli, bu not neyzəyə görə hərəkət eləyəcək? Need I bu şəkildə gedəcək. We don't have to. We don't have to. Buradakı don't have to-ya görə gəlib. Have to dediyi axı öz-özünə nə sual, nə də inkar verə bilmir. Deməli, nə iş görəcəyik? Don't have to. Artıq buradakı not neyzənin gəlməyini tələb eləyir. Və bu dəfə də yenə cavab verdiyim şəxs birinci şəxsin təki deyil. Üzr istəyirəm, cəmi deyil. Üçüncü şəxsin təkidir. Üçüncü şəxsin təki.
Deməli, bu üçüncü şəxsin təkində olduğuna görə, baxmayaraq ki, çox da ki, burada don't gəlib. Mən cavab verdiyim şəxs kimdirsə, feili, modal feili seçəndə ona görə hərəkət eləyəcəm. Sonra, qayda 3. Cümlədə have feili varsa iki hal mümkündür. Have feili maraqlı feildir. İndi sırf feil olaraq keçəndə deyəcəm sizə. Yaxşı yadda qalan versiyaları var. Əgər have feili təkdirsə, başqa cür hərəkət edirik. Have feilin yanında başqa feil varsa, başqa cür hərəkət edirik. İndi nədən ibarətdir hərəkətlərimiz, onu deyim sizə. Deməli, quzular, əgər iki hissəlidirsə, sizə təqdim olunmuş have feili, have learned, has made, have passed. Bu o deməkdir ki, buradakı have də, buradakı has-lər də gedib öz sualına qura bilir. Özünü inkara çevirə bilir. Heç bir narahatlıq yoxdur. Has-in, have-in yanında zamanı keçəndə biz bunlara zaman olaraq başqa ad verəcəyik. İndi deyib başınızı qatmaq istəmirəm. İki hissəli feildirsə, artıq bu nə olacaq? Qarşıda dayanan tərəf, yəni have, has olan hissə gedib öz sualını özü quracaq, öz inkarını özü eləyəcək. Düzdür? Digər feil forması isə yerində qalacaq. Tak. Buna baxdım. Cümləyə baxıram ki, məsələn, elə birinci cümlədən başlayaq. Nick has learned the rules. İki hissədən ibarətdir feil. Has və learned. Has-lə bağlı mən nəyi bilirəm? Əgər has-in yanında ikinci feili varsa, has özü cümləni suala və not inkar hissəciyi yanına gətirib inkar eləyə bilər. Problem yoxdur. Deməli, sualı nə ilə qururamsa, həmin feillə də cavab verəcəm. Taktika budur. Cümlə strukturu təsdiqdir, okey. Təsdiq oluna görə so, burada isə has var. Və Molly üçüncü şəxsin təki olduğuna görə has-lə gələcək. Əgər məsələn burada siz we versəydiniz, has yox, yazardınız have. Deyəsən xəttim düzəlir burada görüm. Okey. Deməli, burada birinci şəxsin cəminə nəzərən danışıramsa have-lə olacaq. Sonra növbəti cümlədə təsdiqdədir. My son has made progress in chemistry. Deməli, təsdiqdədir, okey, soyla başlayacaq. Və deyir, mənim oğlum kimyada irəliləyiş əldə eləyib. Yəni, inkişaf elətdirir kimyasını. Kənardan kimisə deyir ki, hə, elə mənim oğlum da inkişaf elətdirir. Burada my son əvəzinə mine yazıb, yəni ismi yəli əvəzliyini isimsiz versiyasına gətirib. O da mümkündür. İstəyirsiniz my son yazarsınız, istəyirsiniz mine yazarsınız. Çünki aydın məsələdir ki, qarşı tərəfində oğlu var və o da deyir ki, hə, mənim oğlum da. Burada deməli sualı, inkarı, həz özü qura bildiyinə görə və söhbət üçüncü şəxsin təkindən getdiyini nəzərə alaraq burada həzdən istifadə edəcəyik. Sonra burada baxırsınız, I have passed my exam successfully. Mən imtahanı müvəffəqiyyətlə keçdim. Deməli, cümlə təsdiqlədir. Okay, so my brother üçüncü şəxsin təkidir. İmtahan verən mən özüm olsaydım, so have I cavab verərdim. Amma imtahanı keçən mən deyiləm. Mənim qardaşımdır. Ona görə deyirəm, so has my brother. Has my brother və yaxud da ki, he. İkisi də eyni şeydir. Sonra keçək bu hissəyə. Burada nədən danışır? I have never seen such a beautiful place. Never var. Çox da ki, burada not no yoxdur. Bayaq sizə dedimi, cümlənin inkara çevirən sözlər var. Onlardan bir də neverdir. Ona görə never gəldi, neyzə ilə cavab oldu. Burada da have düşürtdük bura. Bu şəkildə gələcək. Sonra burada not var. Not olduğuna görə neyzədir. Haven't, not getdi neyzəyə. Burada da have var. Məsələn, burada üçüncü şəxsin təki olsaydı he, she. Bu zaman olacaqdı has.
Amma cavab verdiyim şəxslər my friends, başqa sözlə desək they. Nə gözəl yazıram ilahi. Hə. Ona görə olacaq have. Bura qədər probleminiz yoxdur ki. Yox, mən deyirəm. Yəni çalışdığım qədər xırdalığına qədər izah eləyirəm ki, testi görəndə tərəddüd eləməyəsiniz ki, görün mən nə seçirəm. Sonra cümlədə have, has, had feilindən başqa feil yoxsa, deməli artıq burada having, has'in, had'in tək olduğundan danışacağam. Bayaqları iki hissəli idi. Problem yox idi. İndi tək qalıb. Tək qalan kimi bu dəfə nə iş görəcəksiniz? Köməyə nəsə gələcək. Nəsə gələcək dediyimizdə köməkçi feildir. Do, does, did. Deməli, have, has indiki zamana aiddir. Do, does-dan istifadə edəcəyik. Has, does-la. Have-da do ilə istifadə olunacaq. Sual və inkarda. Keçmiş zaman olanda artıq burada did olacaq. Diqqətli olun. Məsələn, burada deyirəm ki, Fred has 3 lessons on Friday. Cümlədə inkar yoxdur, okey. So ilə başlayacağım. Has buradan tərpənsə yeri boş qalır. Deməli buna kənardan müdaxilə lazımdır. İndi mənim cavab verdiyim birinci şəxsin təkidir. Do kimlərlə gəlir? I, you, we, they ilə. Deməli, mənim cavab verdiyim şəxslər bunlardan biridirsə, o zaman avtomatik do-dan istifadə edəcəm. Does isə olacaq he, she, it. Okay. Əgər cavab da bunlardan olsaydı, does-dan cavab verəcəkdim. Okay. David has lunch at 12:30 on weekdays. Deməli, burada cavab verdiyim şəxs my frienddir. My friend ya he-dir, ya she. Ona görə so does his friend olacaq. İndi eyni struktura malik inkarda cavab verəcəm. Bu does-ın yanına not gəlibsə, bax deməli have, has, had tək olanda inkarı da özü qura bilmir. Köməkçi feil gəlir, not inkar hissəci ilə birləşir, cümləni inkara çevirir. Fred doesn't have a lot of friends abroad. Abroad xaricdə deməkdir. Deməli, not olduğuna görə neysə? Do, ay. Burada da niyə ay gəldi, does gəlmədi, onu da dedim. Bir daha təkrar edirəm. Cavab verdiyim şəxs hansı şəxs versiyasındadırsa, yəni birinci şəxsin təki və cəmi, ikinci şəxsin təki və cəmi, üçüncü şəxsin təki və cəmi hansı versiyadırsa, seçdiyim feil də ona uyğun olaraq gələcək. Çox da ki, burada does yazıb, məni maraqlandırmır. Does-ın burada yazması onu mənə göstərir ki, bu hansı zamandadır, nədən istifadə eləyim. Ona görə bu does burada var. Mənim cavab verdiyim şəxs. Məsələn, siz gedib burada Neyzə does I yazsınız, təbii ki, gülməli olacaq. Hətta cavab variantlarının bir ikisində də görəcəksiniz. Bu şəkildə sizi aldatmağa da çalışacaqlar ki, eyni feili cavabda gətir düşürdü aşağı. Bu həmin mövzu deyil. Bu struktura malik olanda sizin cavab verdiyiniz şəxs önəmlidir. Cümlədə verilən şəxs isə maraqlı deyil. Sonra keçdik qayda 4-ə. Be, modal və have feili yoxdursa. Yəni, bayaqdan be, modal və have feili haqqında danışdıq. Problem yox idi. İndi ikinci hissə do, does, did ilə ifadə olunacaq. Tutalım ki, demək istəyirəm ki, mənim bacım yaxşı mahnı oxuyur. My sister cümlənin mübtədasıdır. Sings xəbəridir. Well da burada zərf funksiyasında olacaq. Buna ehtiyac yoxdur təhlilləməyə. Hansı feil üçüncü şəxsin təkində s, bir də es, yəni s, bir də es şəkilsi alırsa, bu o deməkdir ki, həmin cümlə indiki zamandadır. Və indiki zamanda olduğuna görə də diqqət eləyəcəyik nəyə? Cavab verəndə, buna sual verəndə does gələcək.
Amma sonuna id alsa, söhbət gedir keçmiş zamandan. Keçmiş zamandan getdiyinə görə də siz artıq burada didi gətirəcəksiniz. İndi keçmiş zaman feillərin özü də iki qrupda olacaq. Qaydalı, qaydasız. Bir versiyada var mixed irregular verbs. Qarışıq qaydasız feillər. Onları indi cədvəldən əzbərləyəndə görəcəksiniz. Amma indi çox dərinə getmirəm. Sadəcə nələrə diqqət eləməlisiniz onları deyirəm. Bu hissədə çox qalmayacağam. Çünki sırf feil bölməsidir. Başınızı yormaq istəmirəm. İndi keçək nəyə? İnkar cümlədə ikinci hissədə istifadə olunacaq feili tapmaq təsdiq cümlələrə nisbətən daha rahatdır. Not inkar ədatı hansı feili artırılıbsa, sadəcə o feildən notu atırıq, feili saxlayırıq. Bayaq mən sizə dediyim qayda. Notu atdım buradan. Neyzəni gətirdim, yazdım. Buradakı nəyə artırılıb bu? Didə. Deməli, diddə olacaq cavab. Deməli, was-la nə işim var? Əgər yazsaydım ki, was not, hə, o zaman okey. Yazardım ki, hə, burada wasn't. Üzr istəyirəm, was mine. Amma burada olmadığına görə məsələ bundan da qalır. Deyir, verilmiş cümlədə not ədadı didə əlavə olunub. Ona görə də düzgün cavab nə olacaq? A variantı. Biz dediyimiz. Sonra qayda bir dənə deyir. Deyir, verilmiş cümlə inkar olarsa so, to, also olan variantlar səhvdir. Yəni, testi işləyəndə nələri əlinizin altından atırsınız. İnkar gələndə, cümlədə inkar olanda. So, to, also, avtomatik yoxa çıxır. Niyə? Çünki so, to, also təsdiq cümlənin cavabı üçün nəzərdə tutulur. Burada bir dənə eyzə var çocuklar. Bu eyzə nə işə yarayır? İnkar cümlə gəlir, vergül atırsan, bir dənə eyzə yazırsan. Neyzədən nə ilə başlayır? Eyzədə n yoxdur. No, belə bir şey var. Vergüldən sonra eyzə yazırsınız. İnkar gəlir cümlə. Vergül atıb eyzə yazır. O da həmçinin deməkdir. Biri var, inkar cümləyə həmçinin dadə deyəsən. Biri var, təsdiq cümləyə həmçinin dadə deyəsən. Bunlar arasında müəyyən bir fərqliliklər var. Sonra verilmiş cümlə təsdiq olarsa, neyzə, eyzə, not bunlar atın. Təsdiq üçün so, to, also yadımızdadır. Sonra neyzə olan variantlardan ikinci bir inkar olmamalıdır. Neyzə olan variantda. Yəni neyzə yanına gətirib notu yazmayın. Və yaxud da hardly, scarcely, never, really bu sözdən heç birini yazmayın. Niyə? Çünki neyzə özü zaten cümlənin inkar olduğunu göstərir. Həm də mən sizə bayaq əvvəldə də vurguladım ki, bir sadə cümlə strukturunda eyni anda inkar, iki dənə istifadə eləmək olmaz. Bizə dənə lazımdır. Sonra eyzə variantdan əvvələ keçməməlidir. Yəni vergül eyzə verirlər adətən. İndi burada vergül atmayıb, problem yoxdur. Sonra eyzə sözünün işləndiyi variant da inkar olmalıdır. Not olan yerə eyzə gəlir. Təsdiq cümlədə eyzə gəlmir. Mümkün deyil. Çünki eyzə ilə neyzə bir dənə n hərfi fərqi var. Sonra cümlədə but olarsa I don't remember the author of the book, but my sister does. Burada cümləyə not veriblər. Deyir, mən kitabın müəllifini xatırlamırdım, amma bacım xatırlayır. Deməli, burada cümlə indiki zamandadır, don't-a görə dedim. İnkardadır. Ümumiyyətlə, but olan cümlələrdə əgər birinci tərəf inkarsa, ikinci tərəf təsdiq, ortada but varsa, birinci tərəf inkardırsa, üzr istəyirəm, təsdiqdirsə, inkarla davam eləyəcək. Batın sağı və solu. Bu dəyişilməz qaydalardan biridir. Söhbət gedir bir sətir üzrə strukturdan. Əgər bir sətir üzrə cümlə verilibsə, birinci tərəf inkar, ikinci tərəf təsdiq olur, ortada bat varsa. Digər versiyada təsdiqdirsə, digər tərəf inkar olacaq, yenə ortada bat varsa. Sonra zaman dəyişməməlidir. Bayaqdan danışdığımız qaydalardır. Have to olarsa has to, had to bu feillərə diqqət eləyin. Have to-dursa do, has to-dursa does, had to-dursa didlə davam eləyəcəksiniz.
Sonra qayda 9. Keçmiş və indiki zaman eyni olan feillər sonuna s varsa indiki zamanda, yoxsa keçmiş zamanda didlə gedəcək. Yəni cut, let, put, read, coast, burst and etc. Başqa feillər siyahını artıra bilərsiniz. Feillər əzbərliyində görəcəksiniz. Səhv eləmirəmsə orada düz 11 dənə feil var ki, onun 3 versiyasının 3-ü də eyni olaraq qalır. Cədvəl əzbərləyəndə deyəcəm sizə. Həmin o feilləri yadınızda saxlayırsınız və bu strukturda olan feillər, əgər haçansa cut feilini cuts deyə görsəm, bu ekskluziv xəttimdən görüm nə düşünürəm burada. Hə, haçansa bunu cuts deyə götürsəm, bu artıq olacaq indiki zamanda, üçüncü şəxsin təki. Sonra qeyd 10. Have feilinin əsas və köməkçi olmasına diqqət eləyin. Yanında başqa feil varsa have, has, had gedir öz işini özü görür, sual və inkarda. Yox, tək qalırsa do, does, diddən istifadə edirsiniz. Bayaqdan zaten onun üstündə xeyli müzakirə aparırıq. Never, no longer, no more, no, hardly, neither of olan cümlələr nədir? İnkar. Hələ mən sizə başqa nümunələrdə dedim bayaqdan. Really, scarcely bunlar da var. Qayda 12. Cümlə asılı forma yəli əvəzində bitməz. Asılı forma. So are my deyib dayanmayın. Məsələn, my son, my mom. Bunu my yazıb dayandısa cümlədə problem yaranır. Mənim, nə? Ardı yoxdur axı. Tamamlamalısınız. Your, sənin. Sənin nə? Ardı yoxdur. Yarım qalır. Ona görə ya konkret my'ni yazın, ya da konkret cümləni axıra qədər tamamlayın. Sonra apostrofis məsələsi var. Is, has ola bilər. Mark is looking. Anne is good. Mary has got. Bu şəkildə gedəcək. Yəni apostrofis ya isdir, ya hasdir. Bunu da bilmək üçün müəyyən feillə bağlı qaydaları tətbiq eləməlisiniz. Sonra qayda 14 dənədir. Söz sırasına diqqət edin. So-dan və yaxud da nezədən sonra ya köməkçi feil, ya modal feil, ondan sonra da mübtəda gələcək. Qətiyyən, məsələn, sizə variantlarda yazacaq ki, tutalım ki, so, mübtəda sonra feil. Onu aldanmayın. So-dan sonra köməkçi feil və ya modal feil, ondan sonra mübtəda gələcək. Bayaqdan baxırsınız, strukturlar necə gedir. So, feil, sonra mübtədalar gələcək. Diqqətli olun belə şeylərə. Sonra mübtəda xəbər uzlaşmasına diqqət edin. Bayaqdan mən sizinlə danışdığım, müzakirə etdiyim hissələrdə. Yəni cavabı kimə görə verirsinizsə, həmin o şəxsə görə siz köməkçi feili, modal feili təyin eləməlisiniz. Daha məsələn, burada tutalım ki, verib birinci şəxsin təkində do ilə. Mən cavabı verəndə do'ya görə cavab verməli deyiləm. Mənim cavab verdiyim mübtəda təkdirsə, cəmdirsə, üçüncü şəxsin digər versiyalarındadırsa, hansı zamandadırsa, ona uyğun cavab verməliyəm. Zamanı da təyin eləyəndə ana cümlədən istifadə edirəm. Belə. Nərgiz, buradasan qızım. Nərgiz yox, mən buradayım. Qarışdırdım sizə. Məryəm, oradan yaz. Sən zəhmət. Deyəm mən yazıram. Dərslikdən 223, 224, 200, 23-dən başlayır. Bir dəfə nitrini yaz. 223-226. Bu səhifələri oxuyarsınız dərslikdən. Testini eləməyəcəksiniz, bir daha deyirəm. Sadəcə mövzunu oxuyub tanış olursunuz. Bunların testini, zamanı, modal feili bitirən kimi özüm işlədəcəm sizə. Yenə deyirəm, ona görə tanışlıq verdim ki, mövzu ilə. Kəmiyyətin yanında bu test gələcək. Yəni orada bunu görəndə tərəddüd eləməyin ki, söhbət nədən gedir. Əsas strukturuna baxın, nələrə aid olar, nələrə aid olmaz, onlara baxın. Ondan sonra inşallah ki, testlərini qayıdıb işləyəcək. Sual olan var?
Yox, mən. Okay.